Bəli, 8 noyabr Zəfər günü bölgələrdə də təntənəli şəkildə qeyd edilir və biz də hal-hazırda Qazax rayonuna bağlanırıq. Orada görək Zəfər günü necə qeyd edilir və Zəfər gününə hazırlıq işləri necə gedir və bizə ətraflı məlumatı müxbirimiz Əli Həmzəyev çatdıracaq. Buyur Əli, söz səndədir. Bəli Əhməd, söz məndədir. Biz hal-hazırda 8 noyabr Zəfər günü münasibəti ilə Qazax rayon Yuxarı Sahlı kəndinin düz qarşısında dayanmışıq. Burada şəhidlər üçün böyük abidə qurulmuşdur. Əziz şəhidlərimizin xatirəsini yad etmək üçün. Təbii ki, bizə bu zəfəri yaşadanlar şəhidlərimizdir. Biz bu zəfəri şəhidlərimizin uğrunda yaşamışıq. Şəhidlərimiz bizə bu zəfəri yaşatmışdır. Şəhidlərimizə biz borcluyuq bu zəfərimizi. Bugün bizim bu gözəl zəfər günümüzü, zəfərimizi qeyd etməyimizin əsas səbəbi bizim şəhidlərimizdir. Şəhidlərimiz bizim ən böyük qürur yerimizdir. Şəhid ailələri isə bizim əmanətimizdir. Biz şəhidlərimizi hər zaman qorumalıyıq, saxlamalıyıq. Çünki şəhidlər bizim ən yaralı yerimizdir. Biz onların hesabına bugün burada dayanmışıq. Öz torpaqlarımızda dayanmışıq. Hal-hazırda da Yuxarı Sahlı kəndindəki Yuxarı Sahlının şəhidlərini Qazax rayonunda sizlərə göstərməkdəyik. Bura Yuxarı Sahlı kəndinin düz qarşısıdır və abidəyə yaxınlaşırıq. Təbii ki, bugün bütün xalqımız sevinir, bütün xalqımız özü ilə qürur duyur ki, azad bir, gözəl ölkəmizin Cənab Ali Baş Komandanın rəhbərlik etdiyi gözəl Azərbaycanımızın oğullarıyıq, Azərbaycanımızın vətəndaşlarıyıq. Təbii ki, bu qürur duyulmalı bir şeydir. Çünki biz zəfər çalmışıq 2020-ci il 8 noyabr bu tarixdə. Artıq 4 ildir ki, 4 bir yana yayılan şərəfli zəfərimiz və vətənin məğrur, qəhrəman oğulları öz canı bahasına şəhid olmuşlar. Və gördüyünüz kimi burada onların hesabına abidə qoyulmuşdur. Eləcə də qardaş ölkə Türkiyənin də burada böyük bir zəhməti, əhəmiyyəti mövcud olmaqdadır. Gördüyünüz kimi qardaş ölkə Türkiyənin və azad ölkəmiz Azərbaycanın bayraqları dalğalandırılmaqdadır. Və sizlərə bunu göstəririk. Eşq olsun ölkəmizə, eşq olsun Azərbaycanımıza. Bizə bu zəfər yaşadanlar Azərbaycanımız, gözəl vətənimizdir. Allah bütün şəhidlərimizə rəhmət, veteranlarımıza, qazilərimizə və əskərlərimizə, hərbiçilərimizə can sağlığı versin. Bizim Ali Baş Komandanımız da sağ olsun ki, bizə bu böyük zəfəri, 8 noyabr zəfərini yaşadıb. Allah bir daha şəhidlərimizə rəhmət etsin. Çox sağ olun. 8 noyabr zəfər gününüz, zəfər bayramınız mübarək.